Değerli izləyicilər, bugün Real Hospital tiroid metabolizm mərkəzi olaraq difuz toksikoz diaqnozundan, yəni el arasında deyilən zəhərli zol diaqnozundan bizə müraciət etmiş pasiyenti əməliyyat edirik. Xəstə uzun müddətdir, yəni 2 ildən çoxdur, tirostatiklə, tirazol dərmanı qəbul edir. Amma aparılan müalicələrə baxmayaraq heç bir effekt yoxdur. Dərmanın dozasını azaldan kimi hormonlar yenidən yüksəlir. Həmçinin xəstə göz əlamətləri də var, yəni gözün qabağa doğru irəlilənməsi deyilir. Və əməliyyat qərarı verildi, müvafiq əməliyyat hazırlıqdan sonra. Və əməliyyat artıq yekunlaşmaq üzrə. Gördüyünüz kimi qalxanvari vəziyyət xaric etmişik, tam. Bu sağ paydır, bu sol pay ismussə, yəni vəzin həzmi çox böyükdür. Yəni buradan mesajım nədir? Əgər qalxanvari vəzin həzmi böyükdürsə, aparılan müalicələr ilk, yəni 1 il müddətində effekt vermirsə, eyni zamanda göz əlamətləri artıq büruzə verirsə, o zaman bu pasiyent cərrahiyə yönləndirilməlidir, əməliyyat olunmalıdır. Çünki verilən dərmanların əlavə təsiri üzrə çıxa bilir, həmçinin xəstədə yəni ağırlaşma, əməliyyat zamanında ağırlaşma ehtimalı yüksək ola bilər. Və bizim də əməliyyat sərt cihazına izah olunur. Hər iki tərəfdə yəni, sinir qorunmalıdır. Sağ qaynaqlıqla sinirdir, eynən solda tam yoxlanılır. Solda da sinirin tamlığı normaldır, funksiyası normaldır. Və sola. Və əməliyyat uğurla yekunlaşdı. Allah xəstəmizə şəfa versin.